Hə, şey başladı. Deməli belə. 3 nömrəli sualda Zeynəb xanım indi bizə izah verəcək. Zeynəb başlayaq. 3-ü oxu. Nə deyir bizə? Buyur. Deməli, birincidə deməli A olarsa cəmli ailə ifadə edən. Burada çıxa bilərik də, aşağıdan yuxarını çıxa bilərik. Tərəf-tərəfə çıxmağı düşünürsən, amma əslində uşaqlar, biz bunu necə yaza bilərik? Baxın, bu 2221-i yazıram 2220 üstəgəl 1 kimi. Baxın, bu 2222-ni yazıram 2220 üstəgəl 3 kimi. Baxın, bu 2225-i 2220 üstəgəl 5 kimi yazıram. Və sair və sair və sair 3 nöqtə. Axırda da 2239-u 2220 üstəgəl 19 kimi yazıram. Aybikə, hamısını parçaladım 2220-yə. Maraqlıdır, görəsən bu 2221-dən 2239-a kimi neçə dənə ədəd var? Bunu da tapmaq üçün yuxarıda sizə 1-dən 19-a qədər ədədlərin cəmin A verməyib. 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, 19. 10 dənə ədəd var da burada, elə deyilmi? 1-dən 19-a qədər ədədlərin cəmi tək ədədlərdir. O burada 10 dənə ədəd var. Uşaqlar, biz 2221-dən 2239-a kimi ədədləri parçalayanda fikir verdiniz. 2220 üstəgəl 1, 2220 üstəgəl 3, 2220 üstəgəl 5. Yəni asıl burada 10 dənə 2220 yaranacaq. Elə bu 2220-ni 10-a vurmaq deməkdir. Üstəgəl 1, 3, 5, axırda da 19-un cəmi də A verilib bizə. Qutardı. Cavab bundan ibarətdir. Başa düşürsünüz? Müəllim, orada hardan bilirik ki 10 dənə 2220 olacaq? Qızı, 2221-dən 2239-a kimi tək ədədləri verib də. 21, 23, 25, 27, 29, 31, 33, 35, 37, 39. 10 dənə. Bildin? Hə, o da olur. Aysa o da olur, el də tapma olur. Onu silsilə dərsində daha ətraflı izah edəcəm sayın tapılması. Amma belə cavab bundan ibarətdir. Yaxşı. İndi bunun ikincisi. Aylin'im düz yazmışdıq 3-4'ü. Bəli. Qəşəng. 4'ü bir dənə tapın. Tez. Hadi bakalım. Tez tapın. Sual olanlar. Zeynep yaz ha. Zeynep kameranı niye bağladı? Yes. Diray müəllim, mən imtahan vermişəm də. Ağılı, fizika dərsinə hansı müəllimə qoşulacaqsan Zeynep? Nərmin müəllimə. Hə, Nərmin müəllim. Tamam. Fərdi şəkildə qoşulursan, qrupdan başlayacaqsan. Hələ ki qrup. Hələ ki qrup. Aha, tamamdır. Bu bir ili qrupla get, fərdi hazırlığı öz ilində istifadə eləyərsən. Hə. Mən tapdım müəllim. Tamam, deyin cavabı. 4'te nədir? Bəsdir bu qədər gözləmək. Düzdür, Əli düzdür, Nuran düzdür, Rəvanə düzdür. Bəli, mən var yəni. D dedi. Y yoxsa D? Y. D nə alaq? Mən D deyirəm. Quzu, orada neçə dənə 200, sən niyə 233 kimi parçalamısan ki? 230 daha doğrusu. Bilmirəm, bir variant kimi fikirləşdim daha doğrusu. 233'ü parçalayarsan 230 üstə gəl 3 kimi. 237'ni parçalayarsan 230 üstə gəl 7 kimi. Üstə gəl 241'i parçalayarsan 230 üstə gəl 11 kimi. Və s. Axırda da 257'ni də 230 üstə gəl 27 kimi parçalayarsan. Ağıllı, görəsən neçədən 230 var burada?
233-dən 257-yə kimi ədədlər 4-4 artır da. Görürsən 3-dən sonra 7 gəlib, 7-dən sonra 11 gəlib. 4-4 artıraq. Deməli 233, 237, 241, 245, 249, 200 deməli 53, 257. Burada neçə dənə ədəd elədi? 7 dənə ədəd elədi, elə deyilmi? 7 Bəli, mən dənə. tək desəm, mən son fikrim. Hə, onları saymalıydın. 7 dənə. Deməli sən 230-u vurursan 7-yə. Yəni 7 dənə burada 230 var. 3, 7, 11, 27-nin də cəmi A verilib sənə. Üstəgəl A. Bunu buna vuranda 1610 üstəgəl A kimi olacaq cavab. Yaxşı? Bəli. Всё. Bunu silirəm, davam eləyək. Uşaqlar, baxın bir də deyirəm. Ha, bu qrupda biz tələsmirik. Dərslər indi yay aylarında həftənin bir çox günündə keçiriləcək. Siz tam yay ayında bitirəcəksiniz. Sadəcə əsasda öyrənmək lazımdır. Buna görə tələsmirik. Hər kitabı bitirəsirik bölmələr üzrə. 10 nömrəli sual. Tünzəliciyim. Başda izah verməyə. Oxu sualın şərtini. Deyir ki, cəmi 2500 olan iki natural ədəddən birinin sonuna 7 rəqəm əlavə edib, digərinin sonundan 6 rəqəmini sildikdə alınan ədədlər bərabər olur. Həmin natural ədədlərdən kiçiyin rəqəmlərinin cəmini tapın. Deməli, 2 dənə ədəd var. Birinin sonuna 7 gəlsən, deyir 7 əlavə eləsən, digərinin sonundan isə 6-nı silsən, bu ədədlər bərabər olar. Onda belə çıxır ki, biri AB olsun, biri A, B və bunun sonunda deyir ki, birinin sonuna 7 əlavə eləsən, gəl bunun sonuna 7 əlavə eləyək, birinin sonundakı 6-nı silsən. Bunlar bərabər olar. Onda misal üçün həqiqətən bunu siləndə bu buna bərabər olurdu, elə deyilmi? Razısınız? Uyğunlaşdırma ilə. Biri AB-dir, biri AB 7, 6. Uşaqlar, birinci ədədimiz AB 2 rəqəmli ədədidir. O bir ədədimiz isə AB 76. Budur. Həqiqətən də ödəyir. Baxın, məsələdə deyir ki, birinin sonuna 7 gəlsən, digərinin sonundan 6-nı silsən, bunlar bərabər olar. Həqiqətən də AB-nin sonuna 7 gəlsən, bunun sonundan 6-nı silsən, bax, bərabər oldu bu hissələr. Deməli belə, yəni tapdıq bu ədədlərin kim olduğunu. Bunu silək, misalın bir nömrəsinə qaydaq. Cəmi 2500-dür. Yəni AB 76 necə? Atıb 2500-ə bərabər eləyirik. Açmadan da tapmaq olar quzu. 6-nın üstünə nə gələndə sonu 0 eləyən cavab alarsan? 4. Deməli B 4-üymüş. Silin yerinə yazın 4, 4. 7-nin üstünə nə gəlsən? 1 yaddadır da. Çünki 6 üstə 4 gəlir, 11 yadda. 7-nin üstünə nə gəlsən? 1 yaddaydı orada da. 2. 2. Bəli. Deməli buradan neçə olacaq? A-mızda 2 olacaq. Bəli, bu eləyir 24, bu da 24. Bizdən nəyi soruşur? Həmin natural ədədlərdən kiçiyinin rəqəmləri cəmini tap. 24-ün rəqəmlərinin cəmi 6 eləyir. Başa düşürsüz? Aydındır. Aylin başa düşürük, Jalen başa düşürük, Rəqsanə, Rəvanə, Tüzələ, Əlibəy. Deməli belə. Aybikə, nəsə çatmasa de quzusu, yaxşı? Yaxşı mənim. Necə, başa düşmədin? Yaxşı mənim Hə, deyil. tamam, yaxşı. Deməli belə. Aybikə, 14 nömrəli sualı mənə izah eləyə bilərsən, qızım? Tamamdır. Buyur. Mən orada yettiniz, yığını 7-yə bərabər eləyəcək. Aha. Sonra zeti də 4-ə bərabər eləyəcək. Deməli bizim y'miz, yəni y demədə bunu y-dir, riyaziyyatda y var. 7k. Saçmalama. Hə, yaxşı. Z də 4k-dır. Yaxşı quzusu? Hə. X-imiz də Orada 3z olduğuna görə 3 4-ün 12k. Yaxşı. Bitdi. İndi bizdən ən kiçik qiymətini soruşur cəmin. Ən kiçik qiymətini tapmaq üçün k-ya 1 vermək lazımdır da. Onda deməli x-imiz 12-dir, y-imiz 7-dir, z-imiz də 4-dür. 4, 7, 12. Toplayanda eləyəcək 23. Yaxşı? Hə. Sileyim bunu. Tamam. Gəlin davam edək.
nömrəli sual təzə topluya salınmış yeni suallardan biridir. 16 da onun eynisidir. Baxın, sizə deyir ki, A və B natural ədədləri üçün deməli 4A üstəgəl 5B-nin qiyməti 90 verilib. Deməli 4A üstəgəl 5B-nin qiyməti bizə 90 verilib. 5B-nin 90. Və bizdən 5A üstəgəl 4B-nin ala biləcəyi ən böyük qiyməti soruşur. Yəni burada versiyalar bir neçədə nə olacaq? Bizdən ən böyüyünü soruşduğuna görə böyük variantı seçəsirik. Gəlin başlayaq. A-nın B-nin yerinə qiymət qoymaqla hesablayasıyıq. Burada mənim 5B-m bərabərdir. 5B-m bərabərdir. 90 çıxılsın 4A-ya. Uşaqlar, biz A-ya elə qiymət verməliyik ki, 90-dan bu 4A-nı çıxanda biz bu B-ni tapmaq üçün hər tərəfi 5-ə böləndə, yəni bu 5-ə bölünən ədəd eləsin. Tamam mı? Yəni mən burada B-ni tapanda 90 çıxılsın 4A-nı bölməliyəm 5-ə. İndi A-ya qiymət veririk. Mən A-ya nə qiymət verəndə bu ödəyəcəm? Məsəl üçün 1 versəm 96-nı 5-ə bölmək olmur axı. 2 versəm deməli 90-dan deməli 8-i çıxanda 82 qalır. 82-ni 5-ə bölmək olmur axı. Müəllim, ancaq 5, 10 falan verə bilər ki, sonu ya 0-la ya 5-lə bitsin. Yəni 5-in böləni olmalıdır. Bura 5 versəm, A-ya 5 versəm. Deməli, bu olacaq nə? 90 çıxılsın 20, 90-dan 20 çıxanda 70, 70-i 5-ə böləndə biz buradan B-ni tapmış olasıyıq. Deməli, nə? 14. Bu 1. Müəllim, A-ya niyə 5 verdi? Eşitmədim orası. Quzusu, ona görə 5 verdik ki, bu 90-dan elə ədədi çıxmalısan ki, 5-ə bölünsün də. Yəni 5-ə bölünəsi ədədlərdə sonu 0 və 5-lə qurtaran ədədlərdir. Yəni 5-in böləni ol, bölənlərini verməlisən, 5-i verməlisən, 5-ə bölünən ədədləri verməlisən ki, 90-dan çıxanda bu 5-ə bölünsün. Məsələn, 3 versən nə fayda? 4 üçün 12. 90-dan 12 çıxanda aldığın cavab 5-ə bölünməyəcək ki, çünki 5-ə bölünən ədədlərin sonu 0-5 ilə qurtarır. Deməli, indi belə. A-ya 10 verirəm. A-ya 10 versəm 90-dan 40-ı çıxanda 50. 50-ni 5-ə böləndə 10 alınacaq. B-miz 10-uymuş. Sonra A-ya 15 versəm, 4-ü 15-ə vuranda eləyəcək 60. 90-dan 60 çıxanda 30 qalır. 30-u 5-ə böləndə deməli 6. Sonra A-ya misal üçün 20 versəm, 90-dan 80 çıxanda 10, onu 5-ə böləndə B-miz 2 qalır. 25 verəmirəm, çünki 100 eləyir. 90-dan 100 çıxanda mənfi qalır. AB natural ədədi idi, axı mənfiyə getdi də, söhbət qutardı. Bizdən də 5A üstəgəl 4B-nin ən böyük qiymətini soruşur. 5A üstəgəl 4B-nin ən böyük qiymətini. Bir dəfə A-ya 5, B-yə 14 ver, yerinə qoy hesabla. Bir dəfə A-ya 10, B-yə 10 ver, yerinə qoy hesabla. Bir dəfə A-ya 15, B-yə 6 ver, yerinə qoy hesabla. Bir dəfə də bunu qoy, yerinə qoy hesabla. Ən böyüyünü seçəcəksən. Yaxşı? Yəni 4 halın 4-ünü də yoxlayıb böyüyünü seçirsən. Tuturuq söhbəti Rəqsanə. Uşaqlar aydındır? Əli aydındır? Elvanə, Nuran. Nuran, bax sıfırdan keçirsiniz, ha. Deməli belə. Bunu silirəm. Gəlin davam eləyək. 16 da eynisidir. Buna özünüz baxarsınız. Deməli, 18 nömrəli sual. Gəlin baxaq 18 nömrəli suala. Jalem, oxu sualın şərtini. İç rəqəmli ədədin əvvəlinə və sonuna bir rəqəm yazılarsa, alınan 4 rəqəmli ədəd verilən ədəddən 21 dəfə böyük olar. Həmin iç rəqəmli ədədi tapın. Müəllim, belə bunu şey kimi yazmışdım. A, B yazmışdım. Bir tərəfinə 1, 1 yazmışdım. Sonra onu açmışdım. 1000 plus 100A üstəgəl B üstəgəl 10B üstəgəl 1 bərabər eləmişdim 21 AB-yə. Sonra onu da açıb eləmişdim. Uşaqlar, bircə dəqiqə gözləyin. Bircə saniyə gəlirəm. Düzdür, tamamilə doğrudur. Deməli belə, uşaqlar, deməli, deyir, iki rəqəmli ədədin əvvəlinə və sonuna 1 əlavə eləyin. Gəlin əlavə eləyək. Bir bura, bir də bura. Sizə deyir ki, alınan bu ədəd
verilmiş ədəddən 21 dəfə böyükdür. Yəni bu bərabərdir əvvəlki ədədin 21 qatına. Yəni AB iki rəqəmli ədədinin 21 qatına. Şöyle getdik açmağa. Bunun açılışı nə olacaq? Deməli 1000 üstəgəl 100-a üstəgəl 11 üstəgəl 1 bərabərdir. Bu 10-a üstəgəl B-dir də. Qabaqdakı 21-ə vursaz, deməli 210A üstəgəl 21B. Razıyıq? Uşaqlar bununla. Müəllim, ekranda onu qoyaq. Müəllim, hələ razı getdi. Ha, getdi. Gəldi? Evet. Aha. Deməli belə. Uşaqlar, burada indi gəlin hesab prosesinə baxaq. 100 anı bu izə keçirsəm çıxılır. 210-dan 100 çıxanda 110 qalacaq. 110-a. 10B-ni də bu izə keçirsəm çıxılır. 21-dən 10-u çıxanda qalacaq 11B. 11B. Bərabərdir. 1000-in üstünə 1 gələndə 1001. Şöyle hər tərəfi 11-ə bölmək olur. Bu olur 10-a üstəgəl B bərabərdir. 11-ə böləndə neçə eləyəcək bu bir tərəfdə? 90. 91. Neçə? 91. Ay sağ ol. Bu da iki rəqəmli ədəddir də. Yəni AB iki rəqəmli ədədidir. 91. Başa düşürük. Sözlə deyilən əməldə göstərilməlidir bala. Əvvəlini sizə şərtdə deyibdir. Deyir ki, bir dənə iki rəqəmli ədəd fikrində tut, AB olsun. Məchuldur əli. Bunun deyir ki, əvvəlinə və sonuna 1 əlavə elə. Oldu? Elə bil 1 AB 1. Oldu 4 rəqəmli ədəd. Deyir ki, bu əvvəlkindən 21 dəfə böyükdür. Yəni 21-ə vurmalısan əvvəlki qiyməti. Yaxşı uşaqlar. Aylin başa düşürük. Aylin kameranı aç. Diğer Aylin aç kameranı. Bəli. Melek, Kamera, Zeynep, Revane, Aybike, Nuran. Bir atacak. Ben burada en ahırda 10 aya ne oldu? Ona üstə gəl bir AB iki rəqəmli ədədinin açması deyil, açılış. Ben Həmçinin. başa Ki düştüm. o iki rəqəmli ədədir, yəni 91-dir. Всё. Bunu silirik. Gülay başa düşdün? Sənin sualın olmalıydı deyəsən. Bəli. 19. Yazın. Gözləyirəm. Hadi bakalım. Yazın. Görək kim bacaracaq? Aha. Tapabilen var aranızda. Şu Elvane tapdı. Hadi bakalım qoçaqlar tapın. Diqqətli olun, təmkinli olun. Eyni sualdır, kopyasıdır, bir təkrarıdır. Bacararsınız. Kimlər əl qaldırıbdı? Aybikə, Gülay, Qəşəng. Aybikə, sən neçənci qrupa hazırlaşırdın qızım? 3. Yoxsa sən blok qrupuna qıracaq. Müəllim, Haycan, de qızım. eyni cevap alın diye nedense bilmiyorum belki mən səhv hesab Ola etdim. bilər. Həyatda hər şey ola bilər.
Təsdiq verir bəziləri də deyəsən. Yaxşı. Elvanə, sən uşaqlar, deyin cavab 19-da nədir? Buyurun. 91. 91. İzah istəyən varsa buyursun. Yaxşı, gəlin davam edək. Məruzə yersiniz. Aha, izah eləyərəm, quzusuz. Sən bayaqki kimi yaza bilmədin bəs? Bəli. Nə yazmalıyam de gör mənə. Əvvəllə sonuna 2 rəqəm deyir, sonda Ədədin sənin AB-dir. Sənə deyir bunun əvvəlinə və sonuna 2 əlavə eləsən, alınan ədəd əvvəlki ədəddən 32 dəfə böyüdür. Yəni bundan 32 dəfə böyüdür. Bu hissəni yazmamışdın, elə deyilmi? yazmışdım bir də. Yaxşı, gəl bunu açaq. Bunun açılışı 2000, üstə gəl 100A, üstə gəl 10B, üstə gəl 2-dir. Bərabərdir, bərabərdir. Bir dəqiqə. Bu biri tərəfi də 10A üstə gəl B kimi açırsan, sadəcə qabaqda 32 var, olur 320A üstə gəl 32B. Razısan bununla Aylin? Bəli. Sö. Qızım, burada indi 100A-nı soldan sağa keçirsən çıxılır qalır 220A. 10B-ni də keçirsən çıxılır qalır 200, deməli 22B. Bərabərdir 2002-yə. Quzu, hər tərəfi 22-yə bölsən, 10A üstə gəl B-ni 91 tapırsan. Sö, burada deməli AB2 rəqəmli ədədinin açılışıdır. Başa düşürsən? Bəli. Sö, deməli belə. Mən qələmi zaryatikaya qoyum. Hə. Uşaqlar, gəlin davam edək. Sonuncu suallarınızdır. Buna da baxaq gedək. Deməli 19-20 nömrəli sual. 20 nömrəli sual. Baxın, məsələ tipli suallar bu ildən sonra bütün qəbul və buraxılışlarda iştirak eləyəcək. Sizə türk dilli kitabları işlədəcəm yay aylarında. Bəziləriniz indi tanıyır. Məsələlər əsasən türk dilli kitablarda daha çoxdur. Azərbaycanda o qədər də məsələ tipli test bankları yoxdur, təəssüf ki. Deməli belə. Bəli, bunu məntiqlə eləmək olur Yasin. Buyur, izah elə. Buyur. Bəli, deyir 50 manat pulu olan Akif biri 3 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 7 manatdan az olmasın. 7-ni çıxdım, böldüm 3-ə. Ay, sağ ol. Bunun qalan pulu 7 manatdan az olmasın da, yəni 7-dən çox olsun. Onda 50 manatdan 7 manata çıxsan, qalır 43 manat. Mən 43 manatı da 3-ə bölüb ən çoxu neçə dənə kitab ala bilərəm, onu tapacağam. Bunu 3-ə böləndə 12 tam nə qədərsə eləyir də. Deməli 12 dənə maksimum kitab ala bilərəm. Başa düşürsüz? Çatdı? 14 eləmir 3-ə böləndə. Hə, 14 eləyir. Bircə müəllimin ağlı gedibdi. 14. Yaxşı? Deməli belə. Gəlin davam eləyək. Cavab konkret 14 orada elə olanda bütün 14 olur. Tapın 21-i tez. Zeynəb xanım yazında. Sizə özəl yazmamısınız evdə. Yazıram müəllimə. Yaz. Neysə, deməli belə. Mümkün olmadığını özləri də yaxşı bilirlər. Neysə, 21 nömrəli sual. Cavab nədir? 17 17. 17. Ham 17 tapdı. Qəşəng. Yaxşı. Gəlin keçək. Deməli, qalıqlı bölməni yoxlamışıq. Məmlən yoxlamışıq. Yoxlamışıq. Nəyə baxa bilərik Rəvanə? Bilmem sola. Ben buradan 45 çıxmırıq. Bəli, qaldı 35. Aynen, ben 25 çıxarmışam 45. Məni də yandıran odur da. Gedəcəksən buraxılışda da o səhv eləyəcəksən. Bunlar ne bilirəm? Ben 20 çalmışam, 20 çıxam. Deyirəm bunlar niyə belə olub? Bax, mən ona yanıram ha. Rəvanə, eləyəcəksən o səhvi. Bilirəm imtahanda. Ağlını başına topla. Ben 45 çıxarmışam 45. Yeni uşaqlar. Bəli, Tünzələ, sən öncə yeni kreativ səhvlər gəlir. Hələ Aylin, Rəvanə bu həftə sonu imtahana gedirlər də. Mənim onun da deyim ki, yanımdadır, onun da deyim ki, Müəllim, nə imtahandır? Buraxılış.
9-dan buraxılış imtahanıdır. İkisi qalıb. Bitmədi. Gerek esnaflar Ha, birinci bildim. gelir. Birinci sen yazırsın. Gedib inan Allaha ki, yəni əlimdən qurtula bilməzsiniz də, mümkünatı yoxdur. Ben Allah göstəre də bilərəm. Yaxşı. Nəysə. Uşaqlar gəlin keçək Əbu Bəkoba. Ben de diyorum ben tam almış ama diyelim bunlar niye böyle alırsın? Sualı səhv qoyublar da, ağıllılar, görürsənmi? Qalıqlı bölmə qaldı. Bəli. Qalıqlı bölmədə hara gedərsə yoxlamışdıq. Hara qədər yoxlamışdıq? 14-ə qədər. 14-ə qədər. Deyin səhviniz 14-dən sonra. Buyurun. Deyin gəlsin. Mən 22, Yani ben 15. 22, 15, 22. Evet, Sonra. 24, 3, Sonra. 25, 27. Sonra. bir de 31, 32. Əlavə sualı olan qaldı. 16, 25. 16. Yaxşı, əlavəsi olan var. Qorxuram bu söz deməyə. Müəllim, mən 19-dan tərəfə yazmamışam. Yazamamısan, Daha doğrusu, bəli, yazmamısan. yaza bilməmişəm. Yaza bilməmsən 19-dan. 19-u yazmısan. Bəli. Onda deməli, yaxşı, 20-yə baxarıq, qalanlarını onsuz veriblər. Yaxşı, uşaqlar, bir dənə mənə burada, bu çox asandır, bunu silim buradan, gözümə görəndə ürəyim dayanır. Deməli, 22 nömrəli sual. Uşaqlar, burada sizə deyir ki, XY06-nı XY-ə böləndə natamam qismətimiz A-dır, qalığımız B-dir, bəs deyir ki, AB-nin hasilini tap. Uşaqlar, bu XY-ə gəlin 12 verək. Nə istəsəz verə bilərsiniz. 1206-nı 12-yə böləndə, yəni XY-ə bir dənə ədəd verdim, görün deyə. Bu eləyir, gəlin bölək. 1206-nı bölək 12-yə. 12-ci də 12-dən bir dəfə, 1-12-nin 12-yə çıxırıq. 0, 0 düşür aşağı. 0,6 qalıqdır da elə deyilmi? Deməli, bizim tam hissəmiz burada eləyəcək 100. Tam hissəmiz 100-dür. Qalığımız 6-dır. Tamam mı? Razısınız? 1206-nı 12-yə böləndə tam hissə 100 eləyir. Çünki 12-ni 100-ə vuranda 1200 eləyir. Üstünə 6 gəlsən 1206 eləyərdi, elə deyilmi? Yəni bunun qismət deməli nəyi soruşur? Natamam qismət A-dır. Yəni bizim qismətimiz 100-dür. Taleyin qisməti 100-dür. Qalığı isə 6-dır. Yaxşı? Razılaşdıq? Gülay başa düşdün? Niyə belə oldu? Bilmem çok sağ ol. Gülay onda 23-də nədir? Eyni şeydir da. 23-də nədir? 4. 400 metre. 400. Qalıq 4-dür. Tam hissədə 100 olur da. 100-ü 4-ə vuranda 400. Yaxşı? Bilməyən varsa desin, ha. Bilməməyə yetdi. Öyrənməməyə yetdi. 25-də qədər ortadan. Hə, izah eləyəcəm. Bir dənə 27-yə baxaq. Bu da gözümə çəp dəyir. Deməli uşaqlar, 7-yə böləndə qalıqda 6 alınır. 7-yə böləndə qalıqda 6 alınırsa, bəs deyir bunu 7-yə böləndə qalıqda neçə alınır? Uşaqlar, elə ədədə 6 götürə bilərsiniz də. 6-nı 7-yə böləndə qalıqda 6 qalmır. Hə? Çünki 6 7-yə bölünmür. Qalıq olaraq 6 qalır. Elə nə verir? 13-də götürmək olardı. Hə, olardı, əlbəttə olardı. Qoyardın yerinə. Uşaqlar, Əli sənin sualındır. Ədədi 7-yə böləndə qalıqda 6 verən ən balaca ədəd elə 6-nın özüdür. Çünki 6 7-yə bölünmür deyə qalıq sayılır. Gətirib burada M-in yerinə qoyursan 6-nı, eləyir 6-nın kvadratı, üstə gəl 3 vur 6, yəni 18, üstə gəl 7. Bunları toplayanda eləyir deməli 40, 54, 54 üstə də 7 gələndə 61. İndi bunu 7-yə böləndə alınan qalığı soruşur. Neçə eləyir? 61-i 7-yə böləndə qalıq. 4 qalır. Neçə? 5, 3, 3. 5 demişdim. Birinci düz demişdim. Bəli, 5. Təhlil. Ben 5 qalır qalır da 56 edir. Ay, sağ ol. 61-dən də Ay, sağ ol. 60-da. Bəli. İndi 5 qalıq qalır. Всё, yaxşı. 28-i tapın tez. Tez tapın. Aybikəm yazmışdın sən bunları.
Hə. Ay Allah, bu meleği nə sakit qızdır. Ay Allah, bu qız nə sakitdir. Baxırsan, ağıllı. İkidir cavab. Mən də 2 tapdım. Aha. 2 də bəli. 2. Mən də 2 tapdım. Mən də 2 tapmışam. Düzdür uşaqlar? Tapmayan varsa desin. Dürüst olsun. Mən tapmadım müəllim. Ağıllı. 5'e böləndə qalıqda 3 verən ədəd nədir? 5'e böləndə qalıqda 3 verən ədəd nədir? 8. 8 də deyə bilərsən. Yaxşı, sənin könlün 8 istəyirsə, səni qırmıram. Yaxşı, 8 götürək. İndi gətir yerinə qoy da, ağıllı. Emin qiymətini 8 tapmısan. Deməli, 8-in kvadratı Ben 60-dır. tutmuşum. Hə, yerinə qoy hesabla. Mələk tutdun sən də. Ben anladım. Всё. Yaxşı uşaqlar, neçəni demişdik? 25 demişdik. Gəlin 25-imizə də baxaq. Deməli belə. Hadi bakalım. Aybikə sən sualındı deyəsən 25. Tamam. Uşaqlar, bu en natural ədəddir. Əlbəttə ki, m də natural ədəddir. Çünki rəqəm şəklində verilib. Biz buradan n-i tapmaq istəsək, bu n-i tapmaq üçün hər tərəfi 9-a bölməliydik, elə deyilmi? M087-ni bölməliyik 9-a. İndi m-ə nə versək görəsən bu 9-a tam bölünər. Əlbəttə ki, 9-a bölünmə əlamətindən istifadə edərək hesablayacaqsınız. 9-a bölünmə əlaməti nə idi? Rəqəmlərin cəmi. Bəli. 8 ilə 7-nin cəmi 15. 15-in üstünə nə gələndə 9-a bölünər? M nədir? 3. Bəli. Deməli bizim M-imiz 3-müş. Aa, sən bax bu işə. M3-dür. İndi uşaqlar 3087-ni 9-a böləndə deyəsən 27 neçə eləyir? 3087-ni bir dənə 9-a bölün görün neçə eləyir? Müəllimin riyaziyyatı zəifdir. Yemi tapdım. 343. Yəni en 3 dəfə özünə vuranda 343 eləyir. Bu 7-dir da. 7-ni 3 dəfə özünə vuranda 343 eləmir. Bəli, müəllim. N'in kubu bərabərdir 343-ü. Nəyi 3 dəfə özünə çırpsan 343 alınır. Əlbəttə ki 7-dir. Sizdən də N'in hasilini soruşur. Biri 3'dür, biri de 7'dir. Hasili 21. Başa düşdük? Ay sağ ol. Necə qızım? Deyirəm 21 edir. Hə, qəşəng. Başa düşdük də elə? Всё, bunu silirəm. Gəlin davam eləyək. 24 Müəllim dərsdə keçəcək. Yox, quzu da yox. Gecdir, çünki bu vaxt sizə dərs keçəmərəm. Bir dənə bazar günü ola bilsin sizə tətil verib onu birinci günə salaram. Çünki bazar günü imtahan. Bəli, mən baxasın qoşulmayacağım, aydın deyirəm. Yox, gəl qoşul. İmtahana getmə gəl. Bəli, bir tavsiyəm olsun, onun birasından qoşulmasın. Yox, imtahan nə olacaq? İmtahana niyə gedirsən? Qoşul da dərs, əsas dərsdir. Bəli. Haysiz. Müəllim, mən qoşulmuşdum həmən gün. Bəli, sizə axşam qoşulmuşdum. Bəli, mən üçüncü zanıyım. Üçüncü zanı oldu. Mən də qoşulmuşdum. Bəli, qoşulun. Всё, neysə imtahanı boy. O sırada Tünzalegil, Zeynəbgil imtahana gedəndə deyirdim ki, gedin gəlin də keçək blok hazırlığına. Əsas blokdur. Deməli belə. Gəlin bakalım. 2 natural ədədin cəmi 221-dir. Bax sən bu işə. Bu ədədlərdən böyüyünü kiçiyinə böləndə, gəlin birini x deyə, birini y deyək. Deyir, böyüyünü kiçiyinə böləndə, onda böyüyü x-dır da, belə çıxır ki. Böyüyünü kiçiyinə böləndə, natamam qismətdə 4, qalıqda isə 1 alınır. Bu ədədlərdən böyüyünü tap. Da çarpaz vursam, buradan x-i tapıram, 4y üstə gəl 1. Razısınız? Uşaqlar, hansı rəqəmli ədədləri görəsən? Cəmi. Hə, da x-in cəmi də 211-dir.
Deyir də cəmi 211-dir deyə. 4'ü kırık 220'ye beraber eğilikti orada. Burada bəli. Uşaqlar x, y-in cəmini gəlin burada istəsəz yazaq. Deməli, necə yazaq? Allah da xoş getsin bəndəsinə də. Səliqəli yazaq. Aşağıda x üstəgəl y-i bir dənə köçürdüm 211-dəyə. Bu oldu tənliklər sistemi. Tərəf-tərəfə çıxa da bilərik. X-lar islah gedir. Y bərabərdir. 211 çıxılsın. 4y çıxılsın 1. Bu deyilir neçə? 5y bərabərdir 210. Səliqəli dedim. Daca qolun budağını qırdım. Neysə. Bu eləyir 42. Deməli, ədədlərin biri 42 imiş. Cəmi də 211-də axı. 211-dən də 42-ni çıxarsan. Neçə qalır uşaqlar? 106. 169. 169. Böyüsün sonuçta 169'uymuş. Dən bu hesab prosesini tutun da daha. Yəni tərəf-tərəfə toplayıb çıxmaqla da tapmaq olar, əvəz etməklə, yerinə qoymaqla da tapmaq olar. Nəsə narahatçılığınız varsa, deyin biraz açım o hissəni hesabda. Nəzrin aydındır? Ben Ağalar, sən megabaytla qoşulmağı bilmirdin. Megabayt istifadə eləməyi bilmirsən. benim koşulduğum prosta olmadı. Vakti kalmıştı. Yaxşı. Mən də deyirəm ki, bu 21-ci əsrdə megabayt istifadə eləməyi Yok ama uşaq. ben de hamsi olurdu prosta olmadı. Bu günler vakti kalmıştı. Yaxşı, həyatda da. Deməli belə, 20 nömrəli sual. Uşaqlar, 20 nömrəli sualda sizə deyir ki, bu AB-ni 9-a böləndə 14'tü abi. hə, qalıqda 5 qalır. Uşaqlar, nəyi 9-a böləndə qalıqda 5 qalır? 4. 5 de olabilir. 15. Ama 14 de olur. 2 rakam 5 de var, evet. 14-dür da. 14-ü 9-a böləndə qalıqda 5 qalır. Elə deyil. İstəsən başqa bir qiymət də deyə bilərsən ha. Könlün nə istəyirsə. Misal üçün 23 də deyə bilərsən. 23-ü də 9-a böləndə qalıqda 5 qalır da. Neysə. Deyir ki, bəs bunu da 9-a böləndə. Bu da 9-a tam bölünür. Onda 144'tü. Oldu ki, rəqəmlərin cəmi 9-a bölünsün. ay sağ ol. Rəqəmlərinin cəminə baxırsınız. Əvvəli AB-dir, yəni 14-dür, sonu C-dir, bilmirsən də. Rəqəmlərini toplasan 5-in üstünə nə gələndə? 4 gelendi. Bəli, 4 gələndə. C-də 4-dürmüş, qutardı. Başa düşdük? Aydındır? Silim. Sö. Düşür ha belə sual. Çox adama qarışıq gəlir, amma ki heç nə. Deməli belə. Uşaqlar gedək yuxarı. Son suallarınızdır burada. 16 nömrəli sual. 12-yə bölünmə əlaməti nədir deyin görüm. 12-yə deyir tam bölünür. 3'e ve 4'e. 3'e ve 4'e bölünür. Tamam. İndi bunun 4-ə bölünməsi üçün sonu nə olmalıdır? Ya 0 ya 4. 4'e bölünür. Son iki rəqəmi 4'e bölünür. Ay, sağ ol. En kiçik deyirsə 0 qoyarıq da yəqin. Bəli. Deməli, uşaqlar, baxın sizə verilən ədəd A, 2, B, 6, C-dir. Aybikə, Aylin, sizə deyir ki, bəs bu 12-yə bölünür. 12-nin qaydası eyni zamanda həm 4-ə, həm də 3-ə bölünən ədəddir. Bunun 4-ə bölünməsi üçün son iki rəqəminə baxırsınız. Uşaqlar, ABC cəminin ən kiçik qiymətini soruşur deyə C-yə minimum 0 versəm 60 olur. 60 həqiqətən 4-ə bölünür də, elə deyilmi? İndi 3-ə bölünməsi üçün də rəqəmlərinin cəmi bölünməlidir. A üstəgəl B, üstəgəl 2, üstəgəl 6, yəni 8. A plus B-nin qiyməti nə olmalıdır ki, bu 3-ə tam bölünsün? 1. 1. Ay, sağ ol. 1. A-la B-nin cəmi 1 olmalıdır ki, 1-in üstünə 8 gələndə 9 eləyər. Bu da 3-ə Onda bölünür. 1-0'dı. Hə, Yoxsa? olur. İkincisi bəli 0 olar. Birdən bunu ağlın gedər, bu yox. İkincisi 0 olar. Deməli, bəli, biri 1-dir, biri 0-dır, cəmi 1 eləyir. O biri də 0-dır da, C də 0-dır. Üçünü toplayanda yenə 1 eləyir. Başa düşürsünüz? Aydındır? AB cəmi 1 tapmışam, C-ni də 0 tapmışdım, Əli. Üçünün cəmini soruşur.
Deməli belə, gəlin 15 nömrəli sualımıza baxaq. 15 indi bilirsiniz də qurtarır bölmə. Sınağı olacaq bunun. Eyni sualları salacağım. Əl çəkən deyil amma yerli dibli hardan gəldi naturalı işləyəcəksiniz, bitir. Bilirsiniz də ilkin addım həmişə çətin olur. Naturalı yaxşı tutdunsa, hamısı axarında gəlir. Deyir ki, indi AB ədədini BA ədədinə böləndə sözlə deyiləni əməldə tətbiq edin. Yoxsa baxa qalacaqsınız. AB ədədini BA ədədinə böləndə alınan natamam qismət vahid. Vahid nə deməkdir? 1. Bir. Bəli. Qalıq isə 36. Uşaqlar, indi bir şey deyim. Düzdür, biz bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalğı gəlirik də, bilirsiniz ki. Nəinki biz hamı ilə eləyir, neysə. Bir də bir şey deyim. Bölən qalıqdan böyük olurdu, yoxsa balaca? Balaca. Farklı olur da. Qalıq böləndən balaca olur. Demək, BA-mız 36-dan böyük olmalıdır, elə deyilmi? İndi mən buradan AB-ni tapmaq üçün BA-nı 1-ə vurub, üzərinə 36 gəlməliyim, qəbul solda. Açmaq. Bu eləyir 10A üstəgəl B, bərabərdir 10B üstəgəl A-ya, üstəgəl 36-ya. Buradan A-nı bu üzə keçirsəm çıxılır, qalır 9A, bərabərdir. B-ni bu üzə keçirsəm çıxılır 9B, üstəgəl 36. Uşaqlar, hər tərəf 9-a bölünür deyə, 9-a bölsəz, B üstəgəl 4 qalır. Gedək qiymət verək. Çünki bizim BA-mız 36-dan böyük olmalıdır da. Mən B-yə 1 versəm, A 5 olur. Və bu iki rəqəmli ədəd 15 olur. Amma 15 36-dan böyük deyil axı. Olmadı. Bunu götürmürük. B-yə 2 versəm, A 6 olur. 26 36-dan böyük deyil axı. Bu da olmaz. B-yə 3 versəm, A 3 üstəgəl 4 7 eləyir. Oldu bu. 37 36-dan böyüdür də elə deyilmi? Ödədi. Birim bunu götürürəm. B-yə 4 versəm, 4 üstə 4 gələndə 8 eləyir. Həqiqətən 48 36-dan böyüdür. B-yə 5 versəm, 5 üstə 4 gələndə 9 eləyir. A9. 59 36-dan böyüdür. Amma bir şey deyim, B-yə 6 verərəm sizcə? Verə bilərəm. Onda rəqəmlər olur. Aysa olur. Rəqəm olmur axı. 9-dan sonra rəqəmlər qutarır. Deməli belə. Uşaqlar 3 dənə hal var. A7, 8, 9 ola bilər. B3, 4, 5 ola bilər. Kimi soruşur bəs bizdə? A-nın ala biləcəyi qiymətlərin cəmini soruşur. Aylin, A-nın ala biləcəyi qiymətlər bunlardır. Cəm cavabdır. Всё. Yaxşı? Cavab 24-dür. Bəlkə dediniz ki, bölən qalıqdan böyük olur. Qalıq böləndən həmişə balaca olur. Yəni bölən böyük olur da qalıqdan. Bölən böyük olur qalıqdan. Bayaqlar kimsə balaca dedi. Deməli belə. Son suallar. Axırdan bir dənə sual qaldı deyəsən. Bəli, bir dənə sual qaldı. 31. Yarılmamsınız ki. Necə? Müəllimə yorularıq. Yox, 26-ya baxmamışam. Necə? Mən heç yorularıq. Estağfurullah. Biz səhərdən axşama kimi dərsə qoşulanlara oxşamırsınız heç. Gözlərinizdən cin çıxır. Deməli, 26 dedin elə. Aylin. Aylin, oxu sualın şərtini. Bəli. Birliyə bölündükdə qalıqda 4 alınan ədəsində 8 bölünərsə, bu şərt edərik. Yaxşı, 7-yə böləndə 4 verən ədədləri də görüm. 11. 11. Axı 11 3-ə bölünmür, 3-ə də. Müəllim, 4-ün özünü deyə bilərik elə. Amma sizə deyir ki, bu ədəd 3-ə də tam bölünsün da. 18. Sonra yenə sadalayın. Buyurun, deyin gəlsin. Başqa? 21 olur. 21 deyə bilərik. 21 bala 7-yə tam bölünür, qalıb 4 verir. Mən 24. Əslində aralığı tapmağınıza ehtiyac yoxdur. Onsuz ən kiçiyi tapmısınız 18-dir. Bir də ən böyüyünü tapmısınız.
Ən böyüyü də 81 eləyir. Onlar da toplayanda 99. 81-dən də böyük yoxdur. Deməli 96 olur. Elə bil 96 olur. 96-nı 7-yə böləndə deməli qalır 90 olmur elə, 81 olur bir dənə elə. Dən yoxlayın görün olur, olmur. Ay sanırım 5 qalıb. Mənim 10 qalıb qalır. Bir dənə 96-ya baxmaq istəyirəm. 96-nı 7-yə böləndə qalıbdı. Çünki 3-ə tam bölünür ya da 99. Qalır 10 qalıb Qalıb qalır. 5-dir. Bəs 99-u 7-yə böləndə? Dəmdən də yoxlayın. Ən böyük 99-dur. Qalıb 1-dir burada da. Hə, burada qalıb 1-dir. Bu o demir. Aybikə hansını demişdin? Ən böyük hansı idi? 81. 81. 81-i 7-yə böləndə 81-i 7-yə böləndə qalıqda 4 verir. Bəli. 81 də 3-ə tam bölünür. Doğru. Vsyo, ən böyüklə ən kiçiyin cəmini soruşur. Bu deyir 99. Axır 99-a gəldik çatdıq. Əsasən. Deməli belə. Aydındır. Aylin başa düşdük. Sadəcə sözlə deyiləni uşaqlar başa düşün. Sizin tək probleminiz sizin Azərbaycan diliniz zəifdir. Ya, ciddi mənada deyirəm bəzilərinizin. Oxuyub anlamaq lazımdır. Çox insan oxuduğunu anlamır. Problem burasındadır. Sözlə deyilən əməldə göstərilməlidir. Göstərilmirsə onun heç bir mənası yoxdur. Yadınızda saxlayın. Neysə. Deməli, o birinə baxın oradan yazır. Bəs integralı başa düşməm. İntegralla baxışıram. Ay Allah, 11-lərin də işi iş deyil. Deməli belə. Birazcık integral yazmışam. Yaxşıdır, amma da bundan sonra YouTube-da yerləşdirirəm, dərsə sonra izləyə bilirsiniz. Elvanya, başa düşürsən də oradan da elə. Baxmamışam hələ. Baxacağam. Mən o ekran kaydına ödədiyim pullara canınız yanmasın sizin. Kollecdə onda baxıram, orada internetim olmur. Hə, yaxşı. Yüklə orada baxarsan. Sizə görə eləyirəm həmən bunları. Sizə deyir ki, bu ədədləri 4-ə böləndə qalıqda 3 alınır. Uşaqlar, 4-ə bölünmə əlaməti nədir? Son ədədlər 4-ə bölünsün. Son 2 rəqəminə baxırsınız. Son 2 rəqəminin əmələ gətirdiyi ədəd 4-ə bölünürsə, bu 4-ə tam bölünür. İndi bir şey deyim. Sizdən bunun ən böyük qiymətini soruşur. Yəni A üstəgəl B-ni C üstəgəl D-yə böləndə ən böyük qiyməti soruşur. Yəni bunun maksimum olması üçün sürət böyük, məxrəc isə minimum kiçik olmalıdır ki, maksimum nəticə alasan da. Sürət nə qədər böyük olarsa, məxrəc nə qədər kiçik olarsa, cavab bir o qədər böyük olur da məntiqlə. Onda C-də 0-dır. Ay, sağ ol. Amma qalıqda 3 verməlidir deyə. Uşaqlar, baxın, fikir verin. Siz AB-nin ən böyük qiymətini tapmalısınız. Deməli, 402 AB. Uşaqlar, AB-nin maksimum nə versəz, 4-ə böləndə qalıqda 3 verər. Bu da 99 olmalıdır deyəsən. 99, amma AB fərqlidir dedi, yox deməyib ki, ola bilər 99. 99-u 4-ə böləndə qalıqda 3 verir də, elə deyilmi? Yəni A da 9-dur, B də 9-dur. Onda yuxarıda cəmi 18 eləyir. Biz bir də CD-nin minimum qiymətini tapmalıyıq. Çünki məxrəcə düşür. CD minimum. O da 3. Hə, bu da 0,3 olsa, 4-ə böləndə qalıqda 3 verir də. Minimum, ən minimum. Ha, gedib orada bəziləri ora götürüb 7 filan 0,7 yazar ya da məsəl üçün 10 neçə yazar, 15 yazar. Ağlı çaşmasın. Minimum 0,3 olur. Qalıqda 3 versin. Neysə, 0,3-ün cəmdə 3. Bunda buna böləndə 6. Başa düşürsünüz? İndi başa düşüb düşmədiyinizi mən də başa düşəcəm 32-ci sualda. Buyurun 32-ci sualı yazın. Gözləyirəm.
Müəllim, qalıqla alına bilər. Ola bilər. Amma olmamasını tərcih eləyərik. Düzgün hesabla. Mən 8,5 aldım ben. 8,5. Mən də elə alıram. Ben 17 aldım. Hələ bir cavab var. Müəllim, mən də 17 almışam, amma sonunda 2-yə bölmüşəm də o məxrəcə. 17 onda 5 almışam. Gəlin baxaq. İndi yenə ən böyük qiymətini soruşduğuna görə sürətin maksimum, məxrəcin isə minimum qiymətini. Biri 98 olur, biri 2. Aysel, bu 98 olmalıdır ki, 4-ə böləndə qalıqda 2 versin. Bu da 0,2 olmalıdır ki, 4-ə böləndə qalıqda 2 versin. Yuxarı A plus B'dir, yəni 9 plus 2, aşağı isə 0 plus 2-dir. Yəni bu olur 11 bölünsün 2, bu da 5,5. 98 olmadı o. Necə? 9 plus 2 yox, mən 9 plus 8. 8. Hə, 8-dir bu, 98-dir, yaxşı. 9 üstə 8 gələndə 17, aşağıda 2, 17-ni də 2-yə böləndə deməli neçə eləyəcək? 9,5 alırsınız. 8. Bir de bir şey soracağım. Hə, de. Bizə görə orada toplanma yerində, bu hesablama yerində sürəti ən böyük, məxrəci ən kiçik götürməliydik. Kəsirin ən böyük qiymət alması üçün sürəti böyük, məxrəci balaca olmalıdır ki, cavabı böyük alarsan da. Hı? Bax, məsəl üçün 20-ni sən 2-yə bölsən 10 alarsan. Amma sən 20-ni məsəl üçün 1-ə bölsən 20 alarsan. Sən 20-ni 4-ə bölsən amma 5 alarsan. Görürsən, məxrəc böyüyəndə cavab kiçilir. Məxrəc nə qədər kiçilirsə cavab bir o qədər böyüdür. Yaxşı? Mən bildim. Всё. Uşaqlar, gəlin. Anne, burada cevaplarda 17 çıxıb cavab. Nə çıxıb? 17. 17. Gəlin baxaq. Bayaqkində cavab nə idi? Dokuz. 9 idi. Bayaqlar 9 idi. Onda bir Bəli. burada əslində sualın şərtində səhvlik var ola bilsin ki, yəqin ki, rəqəmlərin təkrarlanmaması lazımdır. A, B verib deyə A-nı, B-ni fərqli götürmək lazımdır. Sualın şərtində problem var. Biz düzgün gəlmişik. Deməli, orada rəqəmlər yəqin ki, müxtəlif olmalıydı. Gəlin baxaq bir də. Nasıl müxtəlif idi də tapdığım bu rəqəmlər? Yox, müxtəlif deyildi. Bayaqkında. Elə bil, misal üçün, gəlin baxaq. AB-ni 81 götürmüşdük. AB-ni 81 götürmüşdük. CD-ni isə 18 götürmüşdük, elə deyil? 99 götürmüşdü AB-ni. AB-ni Ha, 99 götürmüşdük. Bəli, bəli. Hə, 99. Burada səhv eləmişik onda. Çünki rəqəmlər eyni olurdu. Onda AB olmazdı axı, AA olardı. Amma şərtdə verməli idi də, AB müxtəlif ədədlərdir. Görək bununla alınır. Belədirsə şərtdə səhvlik var. Deməli, Müəllim, abi 98 yazmışdıq ya biz. 98 O bu yaxşıydı. 31 eləydi. 4-ə böləndə qalıqda 3 verməlidir. Qızım, biz 99 yazmışdıq AB-yə. 99. 99-u 4-ə böləndə qalıqda 3 verir. Amma rəqəmlər müxtəlif olmalıdır. Ona görə 99 yox da, deməli 97. Yox, 95. Deməli 95 olur. Bəli, 95 olur. 95. Bu birini də nə götürdük? 0,3 götürdük, elə deyilmi? CD-ni. Bir dəyən baxaq, yoxlayaq görək düz verir. 0,3. Deməli, belə olduğu təqdirdə nə alasıyıq? Yuxarı 9 üstə gəl 5. Axı 14 bölü 3. 14 bölü 3, 14 3-ə bölünmür. Axı belə şey olmaz. Bircə dəqiqə, bəlkə biz bayaq hesabda səhv eləmişik. Bir dənə baxaq. Düz yazan var idi aranızda bunu. Yox idi. Deməli, 4-ə böləndə qalıqda 3 verir. Biz sürətin ən böyük qiymətini tapmalıyıq. Deməli, bu olacaq. Deməli, nə? 99 desək, yenə bunu. 99.
Bu olur 4-ə böləndə 96 tam bölünür 3 qalır. O biri isə 7 5 C-dir. Buna isə 0,3 desək 4-ə böləndə qalıqda 3 verir. Deməli belə, yuxarı eləyir rəqəmlərinin cəmi AB 18, aşağı eləyir 3. 18-i 3-ə böləndə 6 eləyir, 9 eləmir. Dəqiq 9-dur cavabda 31-də. Bir dənə bir də baxın. Təzə toplu birinci hissə. Burada 96 götürə bilərik AB-ni. 96 4-ə tam bölünmür. Bəli, 9-dur. 96 4-ə tam bölünmür qızım. Amma qalıqda deyir ki, sənə 3 versin. Qalıqda 3 versin. Gəlin baxaq görə bunun açar hissəsi hardadır? Ya biz hardasa qaçırtmışıq, ya da sualda ümumiyyətlə səhvlik var. Deməli belə. 99 götürməyək buna. 99-dan bir əvvəl. 92 götürsək, 95 götürəndə bunu 4-ə böləndə qalıqda bəli 3 qalır. Aşağını isə 0,3 deyil də 15 götürsək 6 2. Yox alınmır. Müəllim 14-dən onsuz nəyə bölsək 9 alınmayacaq. Alınmır. 2 götürə bilərik. Necə qızım? S ilə D-nin cəmini 2 götürə bilərik. Senin D-nin cəmini 2 götürsən axı deməli 11 olsa, hə, bircə dəqiqə. Düzdür. 18-i 2 bölünür. Ay sağ tutdun söhbəti. Tamamilə doğrudur, düzdür. Deməli belə, uşaqlar, biz əslində yuxarını düz tapmışıq. Yuxarının ən böyük qiymətini düz tapmışıq. 99-dur bu. A da 9-dur, B də 9-dur. Amma biz aşağının qiymətini səhv götürmüşük. Biz bu C-yə 0, D-yə 3 verdik, 0,3 dedik. Rəqəmlərinin cəmi 3 eləyir. Amma biz C-yə 1, D-yə 1 versəydik, sonu 11 olsa 11 4-ə bölünəndə qalıqda 3 verir. Ən kiçik bu deyil, 2. Başa düşürük? 3-dən də kiçik 2-dir də. Elə ona görə yuxarının rəqəmlərinin cəmi 18, aşağının rəqəmlərinin cəmi 2 eləyir. Böləndə 9 eləyir. Tutdunuz söhbəti? Sadəcə bizim götürdüyümüz versiya ən kiçik rəqəmlər üçün idi ki, 0,3 ən balaca ədəd kimi təsvir edildi, amma 11 də 4-ə böləndə qalıqda 3 verir, plus 11-in rəqəmlərinin cəmi daha kiçik idi. Tamam mı? Başa düşürük. Bir də bunu tətbiq eləyin, görək bacaracaqsınız. 32-də afərin sənə tünüzü eləm. Deməli belə, 32 nömrəli sual. Bir dənə baxın bunu. Alımda müəllim. Uşaqlar, gələn dərsdə sizə natural ədədlərin sınağını göndərəcəm 30 dənəlik. Amma bir şərt daxilində ki, heç kim qayda dəftərinə baxmır evdə yazanda. Yəni öz beyninizlə, yəni qonşunun yazmayın. Natural ədədlərdən 30 dənə test göndərəcəm sizə, başqa kitabdan özüm göndərəcəm. Onları yazarsınız bazar gününə. İndi saat dəyişmə söhbəti olacaq, onu danışarıq. Bazar günü bir dənə əbobunuz qaldı. Bunu da danışıb yekunlaşdırarıq. Bir də sınağınızı yoxlayarıq. O biri həftədən uca yeni mövzunuzu keçərsiniz. Adi kəsirlər bundan rahatdır. Deməli belə, deyin cavabı 32-də nə tapmışsınız? Buyurun. 17. 17. Alındı hər kəsdən. Bəli, biri 98-dir, biri də 10-dur. 1 ilə 0 bilir. Aferin sənə. Uşaqlar, Aylinim necə? 7 götürdüm mən. Hə, 1 ilə 0 götürdün sən də, yoxsa necə? 17 tapdın sən də cavabı. Alınmadı. Alınmadı. Sən də görüm, nə götürmüsən? İndi AB ən böyük olmalıdır. 4-ə böləndə qalıqda 2 versin. Aylin, nə götürmüsən AB-yə? 98. Neçə? Eşitmədim. 98. 98. Bu düzdür. Rəqəmlərinin cəmi 98. Bəs sonuncuya nə götürmüsən? 0,7. Neçə? 0,7. 0, 2,
7. 0,7 niyə götürmüsən? Axı sənə deyir 4-ə böləndə qalıqda 2 versin. Yuxarıya bax. Tam 94'ü 4'e böləndə axı 5'e iyi qalxdı. Bizim 98 götürmüşük axı biz. Hə də. 98-i 4-ə böləndə qalıqda 2 qalmır. Aylin, özünə gəl. 98-i 4-ə böləndə qalıqda 2 qalmır. Bəli, bildim. Hə, yaxşı. O biri Aylinlə əslində o biri nəsə oradan deyir 98-i böləndə 5 qalır deyir, nə deyir? Müəllim, bu Aylin yuxarıdakı şərtə baxa bilər. Hə. Bu Aylin. Bunun da quzusu 4-ə böləndə qalıqda 2 verməsi üçün 10 olması lazımdır. C-də. Onu 4-ə böləndə qalıqda 2 qalırdı. Deyə bilərsən ki 0,2 olsun. 0,2 olsa rəqəmlərinin cəmi 2 eləyir. Amma onun rəqəmlərinin cəmi 1 eləyir. Daha az olan budur. Yəni belə çıxır ki, yuxarının rəqəmlərinin cəmi 17, aşağının rəqəmlərinin cəmi 1-dir. Bu da 17 eləyir. Mən o biri Aylindən soruşuram. Mənə oxşayan Aylin, aç o səsini görüm. Canın qurtarmadı.